Kəsilmə nöqtələri və yenə də onların təyininə aid növbəti bir sualınız var. Baxaq misala. Burada bizdən soruşulur ki, deməli, sinus x bölü x funksiyasının kəsilmə nöqtəsi və onun növünü təyin edin. Kəsilmə nöqtəsini buradan görürük. Hansıdır kəsilmə nöqtəsi? X bərabər 0 nöqtəsi. Çünki məxrəc 0 ola bilmir. Kəsilmə nöqtəsidir. Amma bu sizin məşhur limitinizi verəcək. Limit x 0-a yaxınlaşanda sinus x bölü x limit nəyə bərabərdir? 1-ə bərabərdir. Deməli, nöqtədə sonlu limit var və nöqtədə sonlu limit olduğuna görə bu aradan qaldırıla bilən kəsilmə nöqtəsidir. Eynən buna bənzər bir dənə də sual var. Orada tərsinədir. Orada x bölü sinus x funksiyası verilir. İndi testə çatanda deyəcəm. Orada isə x bərabər 0 kəsilmə nöqtəsidir. Aradan qaldırıla bilən kəsilmə nöqtəsidir. Bir də əlavə olaraq sinus x-in 0 qiymətləri pk olduğuna görə pk-ya da baxmaq lazımdır ki, pk-lar da orada kəsilmə nöqtəsi olacaq. İndi ora çatanda tam dəqiq yenə deyəcəm. Bu sualda bir məna olaraq x bərabər 0 aradan qaldırılandır, çünki limit var. 292 nömrəli sualda yenə də baxın, məxrəciniz nə vaxt 0 olur? X bərabər mənfi 5 olanda. Mənfi 5 kəsilmə nöqtəsidir, müsbət 5 yox. Və bunu vurğulara ayıra bilirsiniz. X minus 5, x plus 5 deyirik sürətə. Məxrəci də x plus 5 olduğuna görə ixtisar gedir. Yəni bu limiti həll etmək olur. X 5-ə yaxınlaşanda x plus 5-lər gedir. 5 minus 5 nə qalır? 0 qalır da. Mənfi 5-ə yaxınlaşır daha doğrusu. Axı məxrəcdə kəsilmə nöqtəsi mənfi 5 idi. Və mənfi 5-ə yaxınlaşanda mənfi 10. Yəni sonlu limit var. Yəni mənim üçün əsas olan odur ki, sonlu limit var və sonlu limit varsa bu onda aradan qaldırıla bilən kəsilmə nöqtəsi olur. 293 funksiyası mənfi 5 minus 0 yazılışını artıq bilirsiniz. Bu sol limit deməkdir. Yəni mənfi 5-dən kiçik qiymətlərdə funksiya özünü necə aparır? Mənfi x çıx 3 kimi. Deməli biz x-in yerinə mənfi 5 qoymalıyıq. Çıxaq 3. X-a mənfi 5 verirsiniz və qarşıdakı mənfi işarəsi, yəni mənfi 1-ə vurulub da onun əmsalıdır. Ona görə də 5 çıxılsın 3 bərabərdir 2 alıram. 294-də minus sol limit deməkdir. Yəni x 0-dan kiçik qiymətlərdə özünü necə aparır? 0 kimi aparır, elə 0-a bərabərdir. Bu da bunun sol limiti. Bu sualdan bayaq var idi, səhv etmirəmsə. Dedik ki, bunu məşhur limit şəklində yaza bilirik. 5 bölü x, məxrəcdə yazıram 1 bölü x. A bölək b. Nə qalır? 5 bölü 1, 5 qalır. Məşhur limitlərinizdir sizin. 296 nömrəli sual, yenə bu sualdan dedim. 1 plus 0 sağ limit deməkdir. Yəni 1-dən böyük qiymətlər, sağ limit. 1-dən böyük qiymətlərdə funksiya özünü necə aparır? Mənfi 5 kimi aparır. X-a artıq bir qiymət qoymağa ehtiyac yoxdur. 297, 1 çıx 0 sol limit deməkdir. 1-dən kiçik qiymətlər, 1-dən kiçik qiymətlərdə funksiya mənfi 3-ə bərabərdir. Çox sadə bir şeydir. 1 plus 0 isə sağ limit deməkdir. Yəni 1-dən böyük qiymətlərdə funksiya özünü necə aparır? X bölək 5 kimi aparır və ona görə də burada x qaldığına görə, misalda x qaldığına görə mən x-a bir qiyməti verməliyəm. Yəni 5-də 1. Bayaq burada x qalmamışdı. Ona görə elə funksiyanın qiyməti məlumdur, mənfi 3-dür. Amma digərində x qaldığına görə qalan hallarda siz o qiyməti yerinə yazmalısınız. 1 minus, yəni sol limit x 1-dən kiçik olanda funksiya nəyə bərabər olur? 1-dən kiçik olanda elə mənfi 8-ə bərabər olur. Bu yaxşı sualdır. Baxaq bu sualı həll eləyək. Burada natural loqaritma xassəsindən istifadə edə bilərsiniz. X sonsuzluğa yaxınlaşanda, çıxma olanda nə edirsiniz? Bir-birinə bölürsünüz. Olur limit, daha doğrusu ln x üstə gələk 3 bölək x. Düzdürmü? Və bu x da bunun əmsalıdırsa, deməli bunu qüvvətində yaza bilərəm də. Düzdür? Və belə bir ifadə alınır. X sonsuzluğa yaxınlaşanda ln 2 kəsirdə yaza bilərəm. Bunu 1 bölək 3 böl x üstü x. Və bu da nəyə bərabərdir? Y üstü 3-ə bərabərdir. Düzdür? Yəni yaranır ln y üstü 3. Ln və y
bir-birini apardığına görə sadəcə qalır 3. Cavabınız olur müsbət 3. Sonra buna məşhur limit deyə bilərik, görəsən. Məşhur limitə gələ bilirik də burada da. Hə də, gələ bilirəm. Bilirsiniz necə gələ bilirəm? Sinus x-a bir dənə t deyərəm. X sıfıra yaxınlaşanda t nəyə yaxınlaşır? Sinus sıfırda nə alır? Sıfır alır. Deməli, bu limitin yerində yaza bilərəm. Limit t yaxınlaşır sıfıra 1 üstə gələk t üstü 1 bölək t. Və bu da nədir? Məşhur limitdir də 7. Ona görə də deməli deyə bildim. 302-dən demişdim, yenə də deyim. Nə edirik? Misalın özü, yəni fx funksiyanızı olduğu kimi yazıb 1 çıxırıq və nə edirik? Qüvvətə vururuq. Yəni qüvvətdən azad olmaq istəyirəm də. Ortaq məxrəc gətirim. 5 çıx x çıx 6 plus x. Aşağıda 6 minus x vurulsun x plus 2. X'lar getdi. Qaldı mənfi. 5-dən 6 çıxanda mənfi x plus 2 vuruquydu. Aşağıda da 6 minus x. Və bu limit nəyə bərabərdir? X'ların əmsalına. Burada x'in əmsalı mənfi 1'dir. Burada x'in əmsalı mənfi 1'dir və 1. Və bunu mən öncədən nə yazmalıydım? Necə demişdim sizə? Bunu yazırıq, limit x sonsuzluğa yaxınlaşır, y üstü limitdə, düzdür? Və bu limiti də nə aldıq? 1 aldıq, y üstü 1. Y üstü 1 də elə y'nin özüdür. Geniş izaha baxmaq istəyirsinizsə, yəni hardan alındı bu y? Bunun əvvəlki videoda demişdim, bundan çox sual izah etmişəm əslində. Demək olar ki, sualların hamısını izah eləmişəm, heç birini saxlamadım. Aşağıdakı düsturlardan hansı səhvdir? Hansı səhv olduğunu L'Hopital qaydası tətbiq etməklə ala bilərik. Bir-bir teoremlər alaraq. Məsələn, şablonda verilmiş səhvin niyə səhv olduğunu hal-hazırda izah edə bilərəm. Loqaritmin teoreməsi 1 bölək 1 plus x və bir dənə də ln a olmalıydı. X-in isə teoreməsi sadəcə 1-dir. Deməli, bizdə nə yaranır? X sonsuzluğa gedəndə x sonsuzluğa gedirsə, əgər x sonsuzluğa gedirsə, onda 1 böl sonsuzluq bu 0 eləməliydi. Bu limit 0 eləməliydi. Bu limit 1 böl ln a eləmir. Ona görə səhvdir. Baxın, x 0-a gedəndə düzdür. Bu düzdür. 1 böl ln a eləyər. Çünki x-a 0 versən 1 böl 1 qalar da. Burada düzdür. 1 böl 1 ln a qalar. Amma bu nə ilə verir? Bu burada verir əksinə. Bu sizə verir bunu 1 böl ln a ilə, ona görə də səhvdir. Sonra, bu nədir bu qüvvətdə görmürəm, amma bu asandır, demək olar da. Bu k-nı görməyim bəs eləyir də. Bu elə məşhur limitdir də, y üstü k-dır. 305. 305-də edəcək çətin bir şey yoxdur. Sadəcə sadələşmə aparmaq lazımdır. Ortaq məxrəc gətirərik. X kvadrat çıx 2, x kubu çıxaq. X kubu üstə gələk 2x kvadratı. Bunlar gedir. Sürət və məxrəcin qüvvətləri eyni olduğuna görə elə əmsallar nisbəti qalır. 2 bölək 1 də. Mən nə səhv elədim? Hə, 2x olmalıydı burada. Qoy düzəldim. Burada 2x olmalıydı. Ona görə də burada sürətin dərəcəsi daha azdır. Sürətin dərəcəsi daha az, məxrəcin dərəcəsi daha böyük olanda, onda sizin limit nəyə bərabər olur? 1 böl sonsuzluq yaranır da, limit 0-a bərabər olur. Hə, formal səhv yazmışdım. 306 da. Hə, 306 bayaq mən deyən kimidir. Burada əmsallar nisbəti qalmalıdır. Mənfi a bölünsün 2. Bərabər 7-dirsə, deməli a bərabərdir mənfi 14. Çox asan bir şey. Eyni qayda yəqin ki 307-yə də deyə bilərik. 307-də əgər sonlu limit qalıbsa, deməli sürət və məxrəc qüvvətləri eynidir. Yəni eyni qüvvətlə çox hədlidir. Mənfi a bölək 2, mənfi 3 bölü 2-dir. Deməli a nə imiş? 3 imiş. 308-də neynəmisəm olar? 308-i teorem ala bilərik də. Sürətdən də, məxrəcdən də teorem alarsınız. Eyni şey ilə 309-da da həm sürətdən,
həm məxrəcdən teorem almaq olur, çünki x-a 0 verəndə 0 bölü 0 yaranır. 310'da da həmçinin sürət 1 qoysam sürət də 0-dır, məxrəc də 0-dır. Ona görə teoremi almaq olar. Fərqli sual varmı ki? 311-də elə -3-dürsə x-n'lərin yerinə -3 qoymaq olur. Sürətdə -3 plus 2 -1 olur. Aşağıda -3'ün kvadratı 9 plus 4 13 olur. 312'ni izah eləyərəm. 312 sonsuz azalan həndəsi silsilədir. Və sonsuz həndəsi silsiləndə SN düsturunda B1 bölək 1 minus Q olar. Eyni şey də məxrəcdədir. Bunun üçün də B1 bölək 1 minus Q düstur olaraq yazıram. İndi misal tətbiq eləyək. Birinci həddiniz nədir? 1'dir. 1 çıxılsın. Silsilə vuruğu nədir? Baxın, hamısı 2-də 1'ə vurulub. Məxrəcdə isə birinci hədd yenə 1'dir. 1 çıxılsın. Silsilə vuruğu da 4'də 1'dir. Sürətdən nə alıraq? 1 bölək 2'də 1 2 eləyər. 1 bölək 1'dən 4'də 1 çıxanda 4'də 3 eləyər. Bu da tərsinə çevirəndə 3'də 4 eləyər. 2'ni bölməliyik 3'də 4'ə. 2'ni saxlayırıq. Digər kəsiri tərsinə çevirib vururuq. Düzdür? 4'də 3'ə vururuq. 2'lər gedir. Qalır 2'də 3. 2'də 3 qalır. Sonsuz azalan həndəs silsilə ilə bunu etdik. 313'ü məsələn bura ədədi silsilə düsturu tətbiq eləyə bilərik. Ədədi silsilənin qaydası nədir? Birinci hədd üstə gələk sonuncu hədd vurulsun. Hədlərin sayı elə n-dir də burada. N bölü 2. Aşağıda isə sizdə n kvadrat plus 1 var idi. N kvadrat plus 1'i də əlavə eləyək öz yerinə. Sürəti vuraq n kvadrat plus n. Məxrəci də vursaq 2n kvadrat plus 2. Eyni qüvvət olduğuna görə əmsallar nisbəti qalar 1 bölü 2. Yəni 2'də 1. 314 limiti hesablayın. Sürəti də məxrəci də n-ə bölə bilərəm də, düzdür? Gəlin bölüm də. Sürətdə n-ə bölüm, məxrəci də. Yəni kök altında, elə n-ə bölürəmsə, deməli kök altında n kvadratına bölürəm də. Burada 4 1 böl n qalar. Burada isə 9 üstə gəl 2 böl n qalar. Məxrəcdə isə n-ə bölürəmsə, kub kök altda n kubuna bölürəm deməkdir. Kub kök altda 1 plus 1 böl n kubu. Çıxaq 8 üstə gələk 2 böl n kubu. 0 0 0 0'a gedir hamısı. Kök altı 4'dən 2 çıxar. Kök altı 9'dan 3 çıxar. 2 çıx 3 sürətdə qaldı. Kub kök altda 1'dən 1 çıxar. Kub kök altda 8'dən isə 2 çıxar. 1 çıxaq 2 də məxrəcdə qaldı. 1 çıx 3 mənfi 1 eləyir. 1 çıx 2 o da mənfi 1 eləyir. Mənfi 1 də mənfi 1'ə böləndə müsbət 1 eləyər. 315 əgər sonludursa, sonlu limit varsa, deməli qüvvətlər eynidir. Yəni mənfi 1 böl mənfi 2. 2'də 1 qalıb da. Düzdür? Deməli elə K-nın da qiyməti 3'dür. Eyni qüvvətlərdir. 316 nəyə bölək? Burada elə ən böyük qüvvət deyib dayana bilərəm. N kvadratın əmsalı 1'dir. N kvadratın əmsalı 1'dir. Onsuz da n-ə bölünəcək də burada. N-ə bölünəndə kök altı n kvadratına bölər. 1 böl 1 üstə gəl 2 böl n burada qalar. 1 üstə gəl 1 böl n kvadratı burada qalar. 0'a gedir, 0'a gedir. 1 böl 1. Ona görə də 1 qalır. 317 yenə sonlu limit varsa, deməli elə nəymiş? 8 böl 5, 8 böl. Elə n K3 imiş. Qüvvətləri eynidir. Ardıcıllığın ümumi həddini cavabı əsasən deyə bilərəm, amma bu rahat sualdır. Bu buradan da görünür. 2'nin kubu, 3'ün kubu, 4'ün kubu, 5'in kubu. Deməli 1 bölək elə n kubudur. 319'a baxaq görək nə soruşulur. Bir səliqəli şəkildə hər birisini tapa bilərik. X biriniz mənfi 1'dir. Onda x 2'niz n-ə 2 verirəmsə mənfi 2 x 2 çıx 1 x 1 eləyər. Və o da mənfi 1 idisə mənfi 2'ni mənfi 1'ə vuranda oldu 2.
Keçdim x3-ə. X3-ü təpanda n-ə 3 verirəmsə, bu n-də 3 olur. Olur -3. 3 çıx 1, x2 deməkdir. x2. x2 də nə idi elə? 2 idi də, hə? -3 vur 2, -6. Və nəhayət x4-ü tapanda -4 vuraq x3, -4 vuraq -6, o da eləyir 24. Müsbəti ilə 24. 320-ni də deyim. Heç nə, x-in yerinə 1/x qoyuruq da. Olur 1/x-in kubu, bir də 3 üstündə 1/x. Heç nə, burada deyiləsi bir şey yox idi. Qiymətlər çoxluğu. Arktangensin qiymətlər çoxluğu -pi/2, müsbət pi/2 olduğuna görə 2/pi-ni bir dəfə -pi/2-yə, bir dəfə də müsbət pi/2-yə vururuq. 2-lər də gedir, pi-lər də gedir. Qalır -1 və müsbət 1. Nə -1-i almır, nə də müsbət 1-i almır. Çünki pi/2-ləri almırdı. Mən tərzdə yazmışdım. Funksiyanın qiymətlər çoxluğu. Kosinus kvadrat olduğuna görə ən böyük qiyməti 1, ən kiçik qiyməti 0 olacaq. 4-dən 1 çıxsaq, yox, daha doğrusu 3 vurma var da. 4-dən 3 vurulsun 1 çıxsaq, qalar 1. 4-dən 3 vur 0 çıxsaq, qalar 4. Deməli, qiymətlər çoxluğu 1-dən 4. Sadəcə kosinus özü olsaydı mənfi müsbət 1 deyib baxa bilərdiniz. Amma burada kosinusun kvadratı var idi deyə kvadrat ifadənin ən böyük qiyməti 1, ən kiçik qiyməti 0 olacaq. Söhbət kosinusdan gedir. Funksiyanın qiymətlər çoxluğu 3 üstü x funksiyasının qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Üstünə 2 gəlinibsə, deməli 2 müsbət sonsuzluq olmalıydı. Amma burada x kvadrat var deyə x kvadrat var da, x kvadrata görə x kvadratın ən kiçik qiyməti nədir? 0-dır da, düzdür. Ən kiçik qiyməti 0-dırsa, onda burada olacaq 3 üstü 0 plus 2. O da 1 plus 2, yəni 3 eləyir. Ona görə 3 müsbət sonsuzluq götürə bilirik və 3-ü alır. Sonra funksiyanın qiymətlər çoxluğu. Bunu yenə də məndən olsa, məsələn, müxtəsər vurma düsturuna gətirərəm. 6x plus, bu 2 vur 3-dür deyə 9. 9 gəldimsə 9 çıxaram. 1-dən də 9 çıxanda 8. Deməli, bu oldu x plus 3-ün kvadratı çıxaq 8. İfadənin ən kiçik qiyməti 0-dır. 0 çıx 8, -8. Deməli, -8 müsbət sonsuzluq. Funksiyanın təyin oblasti x-ni ala bilər. X məxrəcdədir. Deməli, modul x çıx 3 fərqli 0 olmalıdır. Modul x fərqlidir 3 olmalıdır. X da fərqli olmalıdır. Müsbət -3-dən. Sadəcə bir dənə bu. Sinusun təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Sinusa görə burada heç bir problem yoxdur. Məsələ məxrəcdə olmasına görədir. -3-ü də, müsbət 3-ü də hər ikisini atmalıyıqsa, -3-ə qədər, -3-dən müsbət 3-ə qədər, müsbət 3-dən də müsbət sonsuzluğa qədər olmalıydı. Keçdik teoremələrə. Artıq bütün limit falan filan hamısı bitdi. 326-dan sonra teoremə başlayır. Bunu artıq öbürü mövzuda... Yox, biraz izah edeyim də, sonra keçərəm o bir videoya. 326-nı deyim. Ayrı-ayrı funksiyalarda və ayrı-ayrı teoremələr almalıyıq. -10 əmsaldır, qalır yerində. Arktangensin teoreməsi 1/1 üstə gəl x kvadratdır. 7 qalır yerində, əmsalın bizə maneəçiliyi yoxdur. Y üstü x-in də teoreməsi ilə Y üstü x-in özüdür. Ən asan misallardan biridir. Elə nə varsa özü olduğu kimi cavab, heç nə sadələşdirmək lazım deyil. 327-ni isə nisbətdir. Burada nisbəti yazıb və diqqətlə həll etmək lazımdır. Nisbət görən kimi birinci məxrəcdən məxrəcin kvadratını yazarsınız. Sonra sürətin teoreməsi vuraq məxrəc. Sürətin teoreməsi Y üstü T'dir. Vuraq məxrəc. Çıxılsın. Sürət vurulsun məxrəcin teoreməsi. Məxrəcin teoreməsi qabağında mənfi olduğuna görə Y üstü T vuraq -1-dir. Buna görə bunu müsbət elədim. Və burada açsam Y üstü T, bir dənə də 1 vuraq Y üstü T oldu. 2 dənə Y üstü T. Y üstü T mənfi Y üstü T mənfi Y üstü 2T. Y üstü T, Y üstü T, Y üstü 2T.
Mənfi müsbət bunlar bir-birini aparacaq. Yəni belə olur da qısası. Y üstü 2t üstə gələk y üstü 2t. Bunlar da bir-birini aparır. Qalır bir çıxaq y üstü t'nin nəyi? Kvadratı. T'yə nə verməliydim? 1 verməliydim. Yerinə 1 yazsam 2y olar. Yerinə 1 yazsam 1 çıx y kvadrat olar. Bu da cavabınız. 2y 1 çıx y kvadrat. Sonra bir neçəsində deyim. Arc-kosinus mürəkkəb funksiya kimi baxmalısınız. Arc-kosinusun teoreməsi 1 çıxılsın. Qabağında mənfisi ilə. Arc-sinusla arc-tangens müsbətdir teoremələri. Arc-kosinusla arc-kotangensin qabağında mütləq mənfi kəsirdə yazın. 1 çıxaq x kvadrat. X-inizin də yerində y üstü x dayanırsa, y üstü x kvadrat da y üstü 2x deməkdir. Və bir dənə də vurulsun y üstü x-in teoreməsi, çünki mürəkkəb funksiyadır, o da elə y üstü x deməli. Cavabımız belə olmalıdır. Sürətdə y üstü x axtarırıq, məxrəcdə isə 1 çıxaq mənfisi ilə. Bəli, 1 çıx y üstü 2x cavabımız düzdür. 329-a baxaq. Y2 iştirik, yəni 2 dəfə teorem almaq lazımdır. Birinci tərtib teoremə tangens 3x-in teoreməsidir və tangensin də teoreməsi 1 bölək kosinus kvadrat 3x eləyər. Bir dənə də 3x-dan teorem alsanız eləyər 3. İkinci tərtib teoreməni almaq üçün bu kosinusu mənfi qüvvət kimi baxım. Mənfi 2 kimi baxım qüvvətində və qüvvətdən də teoremi alanda qüvvət əvvələ gələr. 3 vuraq mənfi 2. Kosinusun qüvvətindən bir dənəsi də azalar. Kosinus üstü mənfi 3. 3x olar. Bir dənə də kosinusun teoreməsi vurulsun mənfi sinus 3x olar. Bir dənə də 3x-in teoreməsi vurulsun 3 olar. İndi görün burada nələr alındı. Burada alınır bizdə deməli əmsallara baxım. 3 var, mənfi 2 var, bir dənə də 3 var, bir dənə də mənfi 1 var. 3, 3, 9, mənfi 2, mənfi 1, 2. 18 var əmsalımızda. Sürətdə sinus 3x var. Məxrəcdə isə kosinusun kubu var. Kosinusun kubu 3x. Bəli, düppədüzdür. Sinus sürətdə, məxrəcdə isə kosinusun kubu. 330-u da deyim. Yenə birinci tərtib teoremi əvvəl alaq və bunu hasil funksiyasıdır. Hasil funksiyasında birinci funksiyanın teoreməsi vurulsun ikinci funksiya, üzərinə gələk. Birinci funksiya vurulsun ikinci funksiyanın teoreməsi. Kosinusun teoreməsi mənfi sinusdur. Deməli, burada alındı mənfi kosinus x, üstə gələk x vuraq sinus x. Bizdən ikinci tərtib teoremə soruşur. Deməli, bundan bir dənə də teorem alacağım. Mənfi kosinusun teoreməsi mənfi sinus olacaq müsbət sinus x. Birincinin teoreməsi vur ikinci sinus x. Birinci vurulsun ikincinin teoreməsi kosinus x. Sinus x oldu. 2 dənə sinus x. 2 dənə və x vurulsun kosinus x. Bu da düppədüz. Düzgün cavabları aldıq.